Bəli, əziz tamaşaçılar, köləliyi biz indiki dövrdə canlı görməli deyilik. Tarixi filmlərdən izləsək yetər. Filmlər demişkən, son vaxtlar dövlət hesabına çəkilən filmlər, ayrılan vəsait və gətirdiyi gəlir ciddi müzakirə mövzusudur. Ötən il dövlət filmlərin çəkilməsi üçün 11 milyon manat vəsait ayırıb. Bu filmlər isə nə qədər qazanc gətirsə yaxşıdır. Cəmi cümlətani 1905 manat gəlir gətirib. Bəli, 11 milyon xərcə qarşı 1905 manat. Hesablama Palatasının açıqladığı rəqəmlər çox suallar ortaya çıxarır. Bu filmlər niyə çəkilib? Hardadır onlar? Kimlər izləyir? Dövlətin puluna çəkilən filmlər 2-3 il ərzində yalnız festivallarda nümayiş olunur. Bundan sonra isə onların kinoteatrlara çıxarılıb illi tamaşaçılara nümayiş etdirilməsi sual altında qalır. Ən yaxşı halda bəziləri sonda YouTube-a yerləşdirilir. Yəni yerli tamaşaçılar dövlət puluna çəkilən filmlərin böyük əksəriyyətindən xəbərsiz qalır. Səbəblərini Şəfəq Samed araşdırıb. İstəyirəm ki, yerli kinomuza xeyir vermək məqsədi ilə bir film seçim və gedib izləyim. Amma afişa demək olar ki, xarici filmlərdən ibarətdir. Sadəcə 2 yerli film var, onlar da özəl şirkətlər tərəfindən istehsal olunub. Bəs dövlət sifarişi ilə çəkilən filmlər hansılardır və onlar harda yayımlanır? Azərbaycan Film Kino Studiyası dövlət sifarişi əsasında filmlərin istehsalını yerinə yetirir. Bunlar bədii və sənədli filmlərdir. Vaqif Mustafayevin Həyat deyəsən gözəldir bədii filmi, Elçi Musoğlu'nun Məryəm və Asif Rüstəmovun Mərmər soyuq bədii filmlərdir. Bunlar artıq təhvil verilib. Vaqif Mustafayev Həyat deyəsən gözəldir filminə görə Türkiyənin Bursa şəhərində keçirilən Korkut Ata Film Festivalında ən yaxşı rejissor nominasiyasında təltif olunub. Digər filmlər isə müxtəlif kinofestivallarda nümayiş olunur. Elə bu səbəbdən hər 3 film hələ kinoteatrlarda yayımlanmayıb. Yəni tamaşaçı son 2 ildə çəkilən bu filmləri izləmə şansını əldə etməyib. Sənədli filmlərin kinoteatrda geniş tamaşaçı kütləsinə bizdə xüsusilə qısa metrajlı sənədli filmlər çəkilir. Onların belə bir kinoteatrda kassa uğuru əldə edilməsi təcrübəsi yoxdur. Amma tam metrajlı bədii filmlərimizi nəzərdə tutmuşuq ki, kinoteatrlarda geniş tamaşaçı kütləsi qarşısına çıxarılsın. Festival mərhələsindən sonra artıq kinoteatr mərhələsi başlayacaq. Hesablama Palatasının dövlət sifarişli filmlərlə bağlı apardığı təhlildə 79 filmin çəkilməsi üçün 2020-2021-ci illər üzrə dövlət büdcəsindən 11 milyon manat vəsait ayrıldığı və bu filmlərin cəmi 1905 manat gəlir gətirdiyi bildirilmişdi. Bu illərdə film çəkmiş rejissorlar fikirləri isə müxtəlifdir. Dövlət filmlərindən onlardan gözləmək lazım deyil, belə bir filmlərdən gəlir gözləmək olmaz. Ona görə ki, bu sənədli bədii filmlərdir. Bunların takat yaşayışı yoxdur, tarixi mövzulardır burada. Bunlardan gəlir, bu belə bir filmlərdən gəlir gözləmək düzgün deyil. O heç yanda yoxdur. Kino, film bu istehsalatdır, bu əslində maldır, bu satılmalıdır, bu pul gətirməlidir. Heç olmasa özünə xərcləndiyi pulu qaytarmalıdır. Amma bizdə o mexanizm hələ ki işləmir deyən, bu sahədə ciddi işlər görülməsinə ehtiyac var. Dövlət kommersiya xarakterli düşünürsə ki, mən pul ötürəcəyəm və ondan qazanc əldə edəcəyəm, onda kommersiya təşkilatları ilə, özəl kino şirkətləri ilə müqavilə bağlasın. Onlarla belə bir müqavilə əsasında ki, mən sənə maliyyə ayırıram və bunun təqdirində maliyyə qazanmalıyım. Tahir Əliyev 2021-ci ildə Əhmədiyyə Cəbrailovun 100 illiyinə həsr olunan O Xarqodu filminə və həmçinin Azərbaycan və Türkiyənin birgə istehsalı olan Fulya filminə rejissorluq edib. Deyir, hər iki film sənədli olduğu üçün bədii filmlər qədər tamaşaçı marağına səbəb olmadı. O Xarqodu filmini Şəkidə, Bakı və sonra isə Xaçmazda göstərdi və yetərincə tamaşası da gəlmişdi. Amma Fulya filmini biz vizyona buraxdıq. Nizami Kinoteatrında vizyonda oldu təxminən 15 gün. Amma düşünmürəm ki, yəni sənədli filmə belə xüsusi olaraq maraq belə kəsb. İndi vəziyyət elədir ki, bədii filmə biraz tamaşaçı toplamaq çətin olur, harda qala sənədli filmə. Hazırda Əbdülkərim bəy Mehmandarovun həyatı ilə bağlı sənədli filmin yekun işləri ilə məşğul olan kino rejissor Yavər Rızayev deyir ki, bizdə çəkilən filmlərin əksəriyyəti sənədli olduğu üçün kinoteatrlarda nümayiş olunmur. Bilmirəm, yəni 45 dəqiqəlik film ola bilsin ki, kinoteatrda olsun. Amma təəssüflər olsun ki, bizdə bu praktika nəsə böyük bir yer almayıb. Heç olmasa məktəblərə aparıb onlara nümayiş eləmək lazımdır. Təəssüflər olsun ki, bu yoxdur. Kinoteatrda
Bilmirəm, gedəcək, getməyəcək, onu bilmirəm. Film təbii ki, tamaşaçı üçün çəkilir. Yaxşı yaxud pis alındığını da elə tamaşaçı müəyyən edir. Amma kino rejissor Oktay Mirqasımov belə düşünmür. Tamaşaçı buna qiymət verməməlidir. Kinoşünas var ki, yaza bilər ki, aktyor belə oldu, ssenari zəifdir və s. Tamaşaçıya yazığa niyə lazımdır? O gərək zövq alsın, nəyisə öyrənsin. Beləliklə, çox vaxt dövlət hesabına çəkilən filmləri ümumiyyətlə tamaşaçıya göstərməyi lazım bilmirlər. Filmlər nümayiş olunmur. O filmlər necə gəlir gətirsinlər? Hələ o 1905 manatı hardan çıxardıblar? Mənə çox maraqlıdır. O nədən gələn gəlirdi? Hansı filmlərin satışından ya nümayişindən gələn gəlirdi? Çəkilən filmlərin ancaq adlarını eşidirik, özləri yoxdur. Gəlir hardan gəlsin ki? Dövlət hesabına film çəkən rejissorlar gördükləri işə tamaşaçı marağının olmamasını mövzu ilə əlaqələndirirlər. Bəs bu doğrudanmı belə olmalıdır? Dövlətin ayırdığı pulla tamaşaçılara maraqlı olan mövzularda film çəkmək olmazmı? Tamaşaçı zümrəsi illərlə hazırlanır, 10 illiklərlə hazırlanır və sən artıq bilirsən ki, məsələn, tutaq ki, bu ölkənin tamaşaçının səviyyəsi nədir? Tutaq ki, onun tələb elədiyi, onun zövqünü oxşaya biləcək filmlər, mövzular hansılardır? Və həmçinin də ki, insanların tutaq ki, problemləri və yaxud da ki, onları maraqlandıran nə var və o istiqamətdə iş etməlidir. Tamaşaçı istəyər ki, əyləncəli bir filmlər olsun, musiqili belə filmlər. Kinoteatrlar ki, özəl oldu, bunların da öz axı problemləri var. Tutaq ki, Sovet vaxtında sənədli filmlərin kinoteatrı var. Mən sizə deyim ki, orada çox gözəl filmlərə biz baxırdıq, edirdik, yəni onun atcelli formatı var. Bizdə məncə belə bir şey yoxdur. Gənc rejissorlar film çəkirlər, orta nəsil rejissorlar, hətta qocaman rejissorlar da film çəkirlər. Onların çəkdiyi filmlərin təbliğatı tamam başqa bir böyük bir sahədir. O bir çətin məsələdir. Sənədli filmləri, bədii filmləri təbliğatını aparmırlar. Burada televiziyaların da günahı. Hazırda Netflix, Disney Plus və bu tipli film izləmək üçün yaradılan tətbiqlər, saytlar kütləvi informasiya vasitələrindən daha çox təsir gücünə malikdir. Bizdə isə hələ indi filmlərin aidiyyatı kinostudiyanın YouTube kanalına yüklənilməsi planlaşdırılır. Bəs nə üçün Azərbaycan film sənayesi digər ölkələrdən bu qədər geridə qalır? Bizim filmlərimiz niyə Netflixdə yayımlanmasın ki? Çox böyük bir biznesdir, çox böyük bir sənayedir və müqavilələr, razılaşmalar, danışıqlar olmalıdır. Netflix Azərbaycanda kontenti açmağa maraqlı olmalıdır, onu maraqlandırmalıdırlar ki, sonra da ona bütün dünyada baxsınlar və nəyisə gəlir gətirsin. Xəyallar gözəldir, amma reallıq fərqlidir. Bəs aidiyyatı qurum olan Mədəniyyət Nazirliyi məsələ ilə bağlı nə düşünür? Qurumun kino çəkilişlərinə məsul olan audiovizual və interaktiv media şöbəsinin müdürü yerli filmlərin kinoteatrlara çıxarılmaması və gəlir gətirməməsində pandemiyanı günahlandırır. 2020-ci və 2021-ci illərdə filmlərin kinoteatra çıxmaması bu təbii ki, pandemiyaya aid olan bir məsələ idi. Bu təkcə Azərbaycanı yox, təəssüf ki, bütün dünyaya təsir edən bir məsələ idi. Bu həftə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Kino Agentliyi nizamnaməsi təsdiq edilib. Müəyyən edilir ki, Azərbaycan Respublikası Kino Agentliyinin nizamnamə fondu 100.000 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Bu qurumun fəaliyyətə başlaması ilə kino sektorundakı çatışmazlıqların da aradan qaldırılacağı gözlənilir. Biz hal-hazırda deməli aidiyyatı qurumlara bütün bu prosesdə deməli lazım olan sənədləri təqdim etmişik və ümidvarıq ki, yaxın zamanlarda agentlik fəaliyyətə başlasın. Biz də ümid edirik ki, bu sahədə görülən bütün işlər müsbət sonluqla nəticələnsin. Yerli filmlərimizin gətirdiyi gəlir və topladığı baxış sayı bizi mənfi yox, müsbət mənada təəccübləndirsin. Şəfəq Samet, Ramin Ələkbərli, xüsusi olaraq Diqqət efir üçün.